Azyaşlını bilərəkdən cinayətə cəlb edən və ya cinayəti onunla birlikdə törədən yetkin şəxslər üçün cəzalar sərtləşdirilir. Yeni qanun layihəsinə əsasən bu hal bütün cinayətlər üzrə məsuliyyəti ağırlaşdıran amil sayılacaq. Əgər cinayətə cəlb olunan uşaq 14 yaşına çatmayıbsa, cəza minimumdan azı 1 il artıq, maksimumun isə 3də 2-sindən az olmayacaq. Qanun layihəsi parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunur. İnzibati xəta törədən şəxslərə sürücülük hüququnu vaxtından əvvəl bərpa etməyə imkan verən norma ləğv edilir. Bununla yanaşı 2025-ci il 10 dekabrədək bəzi maddələr üzrə cəza alan sürücülər bir dəfəlik olaraq sürücülük hüququnun dayandırılması cəzasından azad ediləcəklər. Əksər hallarda hüquq avtomatik bərpa olunacaq. Balların tükənməsi səbəbilə hüququ dayandırılan sürücülərə isə 2026-cı il 1 yanvardan etibarən sürücülük hüququ qaytarılacaq və vəsiqəyə yenidən 100 bal veriləcək. Hazırda ölkədə ümumilikdə 35.445 sürücülük vəsiqəsi dayandırılıb. Gürcüstan Milli Bankının dekabrın 16-sına olan rəsmi məzənnəsinə əsasən 1 dollar 2 lari 69 tetri, 1 avro isə 3 lari 16 tetri təşkil edir.